Salam, hər vaxtınız xeyir olsun. Mən hüquqşünas Rahib Eyvazov, Qanun TV internet televiziyasının da rəhbəri. Sizə indi bir məsələ haqqında ətraflı məlumat verəcəm. İddia ərizəsi necə yazılır? İlk növbədə hansı rayonda qeydiyyatdasınızsa o rayon nəzərdə tutulur, o rayonun adı yazılır burada. Daha sonra iddiaçının adı, soyadı, yaşadığı ünvan, telefon nömrəsi, daha sonra cavabdeh şəxsin adı, soyadı və yaxud da ki, deməli, telefon nömrəsi burada qeyd olunur. Bilirsiniz ki, burada iddiaçı şikayət edən tərəfdir, cavabdeh isə şikayət olunan tərəfdir. Bu ərizə hal-hazırda əmlak tələbinə dair olan bir iddia ərizəsidir, hansı ki, mülki məcəllə və mülki prosessual məcəllə ilə tənzimlənir. Burada ələlxüsus məsələn qızılların geri alınması ilə bağlıdır. İlk növbədə burada iddia ərizəsi və əmlak tələbinə dair burada yazılır. Daha sonra aşağıda ailə qurduğunuz ili göstərirsiniz burada. Baxın, burada göstərilir ailə qurduğunuz il və həmin nikahdan neçə evlad varsa onlar hamısı burada qeyd olunur. Daha sonra düşürsüz aşağı. Aşağıda isə o həmin aldığınız belə deyək də nikahdan öncə və yaxud da sonra ailə qurduğunuz dövrdə hansı qızıllar sizə verilibsə, hədiyyə olunubsa, qramı ilə istehsal deməli hara istehsal eləyib, adı, istehsalı, ondan sonra əyyarı, çəkisi, qram qiyməti və toplam qiymət burada göstərilir. Sonra düşürsüz aşağıda burada deməli ətraflı yazırsınız burada. Deməli boşanmanın səbəbi, ayrılmanın, yəni rəsmi nikahın pozulmasının səbəbləri nədən ibarətdir, onları burada göstərirsiniz və ondan sonra düşürsüz qanuni tərəflərinə, hansı ki, burada mülki məcəllə, bayaq qeyd elədim, mülki məcəllə, ailə məcəlləsi və mülki prosessual məcəllənin deməli bütün maddələri burada göstərilir, hansı ki, bu əmlaka dair olan iddia ərizəsində və ondan sonra lap aşağıda xahiş edirəm məqamına çatanda isə burada ələlxüsus deməli göstərildikdən sonra qızılların hansı ki əyyarı, çəkisi, istehsalı, qram qiyməti, daha sonra aşağıda həmin bu adları çəkilən zinət əşyalarını birbaşa cavabdeh şəxsin adı göstərilməklə tələb eləyirsiniz. Adı mütləq orada göstərilməlidir və sonra düşürsüz aşağıda iddia ərizəsinin surəti bir nüsxə, dövlət rüsumunun ödənilməsi, qəbzi, marş sayarı, burada şəxsiyyət vəsiqəsinin, cavabdehin şəxsiyyət vəsiqəsinin kopyası da ola bilər, forma 2 arayışı da ola bilər və qızıl zinət əşyalarının mövcudluğunu tətbiq edən fotoşəkillər, video mütləq lazımdır və bir də nikahın pozulması barədə qətnamənin surəti mütləq lazımdır və bunlar açıq-aşkar burada göstərilir. Hələ ki bu qədər. Təşəkkür edirəm.